Bu naoşnik yeri deyil. Bu işıqdır, burada balaca bir işıq. Bu knopkanı basanda yəni ki işləyir. Knopkanı basırsan sönür. Burası yuxarısı Type-C yeridir. Və bura Type-C. Telefonu zaryadkaya qoymaq üçündür. Aşağı tərəfi də USB-dir. Yenə telefonu zaryadkaya qoyursan. Bunu indi hər cür sual verirlər. Biri deyir bu otağı işıqlandırarmı? Ay başın işləyirmi, işləmirmi? Bax bu balaca bir işıq otağı işıqlandırarmı bu? Biri deyir data kart yeridir. Burada data kart mı olar? Rozetkanın üstündə data kart mı olur? Biri deyir bura elə bildim naoşnikdir. Hansı devirdə yaşayırsan? Dünya görmüşsənmi? Belə bir naoşnik yeri olarmı? Lap olsun, burada nəyə qulaq asacaqsan? Sonra ən çox verilən sual da nədir? Şunun bir tərəfini bura taxsaq, bir tərəfini də bura taxsaq, nə olar? Bunun nə olasıdır? Bu xarab olacaq da. Belə al apar tax, səhər qalxıb görəcəksən evin böyründə 3-4 dənə yenə ev var, artıq çoxalıb evlər. Ya rozetkalar da o qədərdir evin içində. Belə. Tupoy, bunun iki tərəfini də götürüb rozetkaya taxdın o USB Type-C yerinə. Onda nə edirsən? Bax bunu alaq. Bir dənə onu özündə fikirləş. Bax nə edirsən? Onda bu sənin nəyinə lazımdır orada bax.